Gecə saat 12-də cəmaatın uşaqları 50-ci yuxuda olsa, mənim uşağımın üçün elə bir ki cingir. Ailəvi yalvararaq bir təhər yatızdırdıq, indi də səhər açıldı. Normal qapını qoyub, çəpərin üstündən atılır mənim yanıma. Bildiyim bütün variantları sınamışam, amma uşaq düzəlmir. Uşağın oluşuğu budur. Hələ bir zağar-zağar götürüb ağ köynək şalvar da geyindirmişəm. Keçən dəfə də bir bacışqa yazıb ki, belə uşağı heç vaxt qoymaram, qonaq gəlsin bizə. Sənin canvan da olsun, elə ürəyimiz gedirdi sənin evə qonaq gəlmək üçün. Neçə ildə oturub gözləyirik ki, sən bizi nə vaxt qonaq çağıracaqsan. Adı üstündə uşaqdır da bu. Kukla deyil ki, batarikasını söndürüb qoyasan. Ya da böyük adam deyil ki, bir kəlmə sözlə başa salasan. Mənim də hər dəfə belə deyinərək video çəkməyimə baxmayın. Sizə maraqlıdır, sizin üzünüzü güldürür deyə belə danışıram. Təki bütün uşaqlar sağlam olsun, əl-ayağı düz yerində olsun. Biz onların kaprizlərini də, dəcəlliklərini də çəkməyə hazırıq. Bunlar da digər uşaqlarım. Yeməkləri bitmişdi, gəldim yeməklərini təzdən verməyə. Hər dəfə yumurta yığanda da bacışqalarım məni yoldan çıxarmağa çalışır ki, pulunu sənə göndəririk, bizim üçün saxla yumurtalardan. Bizə göndər falan. İnanın ki, qızlar, özümüzə ancaq çatır bu yumurtalar. Biz də evdə hər kəs yumurta xəstəsidir. Bunu da saxlayıb əziyyətini çəkirik ki, təmiz, orqanik yumurta yeyə bilək. Amma pul şirin şeydir. Təklifləriniz belə davam eləsə, deyəsən toyuq biznesini artırıb, evdəkilərin boğazından kəsib yumurta biznesinə keçəcəm. Yazığınız gəlsin evdəkilərə.